Dağıstan Radyosu efirdədir. Danışır Mahaçqala, axşamınız xeyir olsun hörmətli dinləyicilər. Dağıstan Radyosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Zöhrə Musayeva, rejissor pult arxasında Mina xanım Mamayeva. Respublikanın Əmək və Sosial Tərəqqi Nazirliyində ötən ilin yekunları cari ilə iş planları nəzərdən keçirilib. İdarənin rəhbəri Malik Bağliyev qeyd edib ki, həyata keçirilmiş tədbirlərin əksəriyyəti ölkə prezidentinin may fərmanlarının və Respublika rəhbərinin önəmli layihələrinin tətbiqinə yönəldilmişdi. Ötən il 650-nin məşğuliyyəti məsələsi həllini tapıb, bəzi kateqoriya vətəndaşların mənzillə təminatı üzərində iş davam etdirilib. Nazirin sözləri ilə cari ildə idarənin qarşıya qoyduğu əsas tapşırıqlar əmək haqlarının artımı, səmərəsiz profilli müəssisələrin ixtisarı, ən yüksək kvalifikasiyalı kadr seçimi ilə bağlıdır. Dağıstan Respublika hökumətində aparılmış müşavirə gedişində 2013-cü ilədək kənd ərazilərinin sosial tərəqqisi, səmərəli inkişaf məsələləri, icra hakimiyyət orqanlarının fəaliyyətinin işıqlandırılması kimi məsələlər müzakirə olunub. Kənd Təsərrüfatı Nazirinin sözləri ilə 10 il gedişində 3,5 mindən artıq kənd ailəsi öz mənzil şəraitini yaxşılaşdıra bilib. 749 kilometrdə su, 2000 kilometrə qaz kəməri çəkilib. 70-dən artıq səhiyyə və təhsil müəssisələri inşa olunub. Bununla belə qüsurlar da az deyil. Ələlxüsus felçer mamaçılığı məntəqələrinin istismarı ilə bağlı vəziyyət acınacaqlıdır. 2012-2013-cü illərə 24 müvafiq məntəqə inşa olunmalı idi, halbuki bugün onlardan yalnız 3-ü tikilib. İcra hakimiyyət orqanları fəaliyyətinin işıqlandırılması məsələsinə gəldikdə müvafiq sahə naziri Aznavur Acıyev qeyd etdi ki, munisipal kütləvi məlumat vasitələri nümayəndələrinin, rayon qəzetlərinin əməkdaşlarının iştirakı ilə seminarlar aparılır. Yeni Dağıstan brendi layihəsi üzrə tanınmış Rusiyalı jurnalistlərlə görüşlər təşkil olunur. Yerlərdə müxbir postlarının maddi-texniki bazasının gücləndirilməsi məsələləri də diqqətdən yayınmır. Konfessiyalar arası münasibətlər, mehriban qonşuluq, qarşılıqlı anlaşma, dini və milli dözümlük məsələləri Dağıstan rəhbəri yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının müşavirəsində müzakirə olunub. Rəsmi əsaslara görə bu günə Dağıstanda 2500-ə yaxın məscid, 14 ali İslam təhsil müəssisəsi, 100-dən çox mədrəsə və məscid tabelikli məktəblər fəaliyyət göstərir. Bundan əlavə insan kapitalı önəmli layihə çərçivəsində Dağıstan Humanitar Universitetinin təşkili üzrə iş aparılır. Müşavirə iştirakçıları öz çıxışlarında qeyd etdilər ki, dövlət, hakimiyyət orqanları, vətəndaş cəmiyyət institutları, ilk növbədə dini təşkilatlar, əhali, ələlxüsus gənclər arasında cəhalət ideologiyasının təhlükəsi ətrafında izahat işləri aparmalıdırlar. Zorakılığa meyilli hər gənc isə diqqət mərkəzində olmalıdır. Bu kimi mənfi hallarla mübarizə işlərində elm xadimləri də geridə qalmamalıdırlar. Mahaçqalanın Tarix Muzeyində Soçidə keçirilən 22-ci qış Olimpiya oyunlarına və Rusiyada Yunanistan ilinə həsr olunmuş uşaq rəsmlərindən ibarət Mənim Olimpiyadam adlı sərgi açılıb. Olimpiada oyunlarının Rusiyada keçirilməsi çərçivəsində Respublikamızda bir sıra tədbirlər tətbiq olunur. Bu barədə Dərbənd rayon müdiriyyətində Mədəniyyət və Gənclərlə İş İdarəsinin rəhbəri Səkinə Seyidova deyir. Biz də Dərbənd rayonu çox şadıq. Rusiya Federasiyasında Olimpiyada keçdi və Dağıstanda Dərbənd rayonu da iştirak edildilər. Ondan sonra biz gələndə Dağıstanı Anj arenasında bizim şöbəsi Qurban müəllimdən hamımız delegasiyada gəlmişdik və Olimpik agoni qarşılamışıq biz də. Dərbənd rayonunda çox məclislər keçirilib. Ondan sonra konsert proqramlar, Çınar məktəbində böyük gözəl məclislər olub. Demək istəyirik ki, çox şadıq. Bizim cavanlarımız da, bizim gənclərimiz, idmançılarımız belə Olimpiyada günlərində iştirak edirlər, komandalarda da. Siz son xəbərləri dinlədiniz.